bağışlanma səbəblərindən tutaraq zənnini gözəlləşdirməlidir. Yəni bir var insanın quru zəndə olması, heç bir əməl etmədən, amma bir də var əməl də edir və eyni zamanda zənnini gözəlləşdirir ki, mən bu aydan bağışlanıb çıxacağım. Yəni anadan doğulmuş kimi təmiz olaraq çıxacağım. Əgər insan zənni gözəl olarsa, Allah Teala onun zənni yanındadır. Və buyurur ki, فَلْيَظُنَّ بِمَشَى mənim haqqımda istədiyini zənniniz. Yəni Allah barəsində zənnini gözəlləşdirməlidir ki, Allah Teala onu təmizləyəcək, onu bağışlayacaqdır. Və Allah Teala'dan istəyirəm ki, hər birimizi bu ayda bağışlananlardan etsin və bu ayı gerçəkləşdirənlərdən, doğru şəkildə, düzgün şəkildə tutanlardan, yerinə yetirənlərdən etsin. Allah razı olsun. Sallallahu aleyhi ve Muhammed ve ala alihi ve